Bugünkü mövzumuz 2-ci Rusiya-Qacar müharibəsi. Azərbaycan şimal torpaqlarının Rusiya tərəfindən işğalının ikinci mərhələsi. Bilirik ki, birinci mərhələ 1813-cü ildə Gülüstan müqaviləsi ilə başa çatmışdı. Yəni Rusiyanın Azərbaycan şimal xanlıqlarının işğalının ilk mərhələsi 1813-cü ildə Gülüstan müqaviləsi ilə başa çatdı. Və bu müqavilə ilə Naxçıvan və İrəvan xanlıqlarından başqa bütün şimal ərazilər Rusiyanın əsarəti altına düşdü. Torpaqlar bölüşdürüldü, xalqın gələcək faciələrinin əsası qoyuldu. Bu dövrdə Qacarlar Gülüstan müqaviləsi ilə barışmaq istəmirdi. Ona görə də separat aktdan istifadə edərək sərhədlər məsələsinə yenidən baxılmasına çalışan Şah hökumətinin bütün səyləri nəticəsiz qalmışdı. Yəni Qacarlar Gülüstan sülhünün separat aktından istifadə edərək sərhədlər məsələsinə yenidən baxmağa çalışırdılar. Lakin Çar hökuməti o dövrdə Napolyon Fransası üzərində qələbə çalınmasında oynadığı rola, Avropadakı mövqeyinin möhkəmlənməsi, Rusiyanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığından Çar hökuməti ərazi məsələlərində heç bir güzəştə getmək istəmirdi. Yəni 1. Napolyon üzərində qələbə çalıb, 2. Avropada mövqeyi möhkəmlənib, eyni zamanda beynəlxalq nüfuzu artmışdı. Ona görə də ərazi məsələsində heç bir güzəştə getmək istəmirdi. Lakin Rusiyanın Qafqazda güclənməsi, yaxın və orta şərqdə proseslərə təsirin artması, Qacarlarla yanaşı, bunu şərqdəki mülkləri üçün təhlükə hesab edən İngiltərəni narahat edirdi. Yəni bilirik ki, Hindistan İngiltərənin müstəmləkəsi idi. Rusiyanın yaxın orta şərqdə mövqeyinin möhkəmlənməsi İngiltərənin şərqdəki təsirini azaldacaqdı. Ona görə də İngiltərə Qacarları hər vəcə müharibəyə təhrik edirdi. Və bu iki dövlət arasında 1814-cü ildə Tehran müqaviləsi imzalandı. Tehran müqaviləsinin şərtlərinə əsasən İngiltərə Qacarlar dövlətinə hərbi və maliyyə yardım etməyi öz üzərinə götürür. Gülüstan müqaviləsinin şərtlərinə yenidən baxılmasına kömək edəcəyini vəd verir. Bunun qarşılığında isə Qacarlar dövləti İngiltərəyə Hindistan sərhədlərinin təhlükəsizliyini təmin edəcəyini bildirirdi. İngiltərənin yardımı ilə ordusunu yenidən qurmağa başlayan Abbas Mirzə, Qacarlara sığınmış Azərbaycan xanlarının da ona yardım edəcəyini nəzərə alaraq ciddi cəhdlə yeni müharibəyə başladı. Deməli, İngiltərə Qacarlara kömək eləmək üçün 1814-cü ildə Tehran müqaviləsini imzaladı. İngiltərə Qacarlara hərbi və maliyyə yardım etmək üzərinə götürdü. Hərbi və maliyyə. Qacarlar İngiltərəyə Hindistan sərhədlərinin təhlükəsizliyini təmin edəcəyini bildirdi. İngiltərə silah, diqqət olaq və hərbi gəmilər ayırmaq haqqında öhdəliyini təsdiq etdi. Hərbi gəmilər ayırmaq haqqında öhdəliyini təsdiq etdi. İngiltərə Gülüstan müqaviləsinin şərtlərinə yenidən baxılmasında Qacarlara kömək edəcəyini söz verdi. Daha sonralar 19-cu əsrin 20-ci illərində də İngilislər Şaha pulla, silahla, sursatla göstərdikləri yardımı daha da gücləndirdilər. Yəni 20-ci illərdə İngilislər Şaha həm pulla, silahla, sursatla göstərdikləri yardımı daha da gücləndirdilər. İngilis zabitləri sərhəd qalalarını möhkəmləndirdilər. Tehranda və Təbrizdə metal tökmə müəssisələri əsası qoyuldu. Təbrizdə barıt istehsalı nizama salındı. Və Şahzadə Abbas Mirzə İngilislərin köməyi ilə öz ordusunu yenidən qurdu. Deməli, İngilislər Qacarlara yenidən kömək elədi 20-ci illərdə. Qacarların Cənubi Qafqazda kəşfiyyat işləri təşkil etməsinə kömək etdi. Silah, sursat, pulla yardım elədi. Bu dövrdə eyni zamanda müharibənin başlanması ilə kəşfiyyat işləri aparırdılar ki, yerli əhalini Rusiyaya qarşı üsyana qaldırsınlar. Eyni zamanda Qacarlar 1823-cü ildə də Osmanlı ilə müqavilə imzaladılar. Yəni Qacarlar dövləti müharibədə Osmanlı dövlətinin köməyinə inanırdı, ümid eləyirdi. Ona görə də 1823-cü ildə onlar arasında müqavilə bağlanmışdı. İngilislərin köməyi ilə Cənubi Qafqazda kəşfiyyat işləri təşkil edildi. Bunun məqsədi bayaq dediyimiz kimi müharibənin başlanması ilə yerli əhalini Rusiyaya qarşı üsyana qaldırmaq idi. Bu dövrdə müharibə ərəfəsində Qacar sarayına Ruslar 2 dəfə elçi göndərmişdilər. 1817-ci ildə Rusiya Yermalovun başçılığı ilə
Qacar sarayına nümayəndə heyəti göndərdi. 1817-ci ildə Rusiya Yermalovun başçılığı ilə Qacar sarayına nümayəndə heyəti göndərdi. Nümayəndə heyətinə Rusiya ilə Qacarlar dövlət arasında dostluq və tərəfdaşlıq əlaqələri haqqında müqavilə bağlamaq səlahiyyəti verilmişdi. Yəni Yermalova tapşırmışlar ki, get Qacarlarla dostluq və tərəfdaşlıq haqqında müqavilə imzala. Abbas Mirzə Rus nümayəndə heyətinin gözünü qorxutmaq məqsədi ilə onların qarşısına yeni qurulmuş ordunun bir hissəsini göndərdi. Yeni qurulmuş ordunun bir hissəsini göndərdi. Yermalovu yol boyu ingilisləri, zabitləri müşahidə etdirdi. Yəni Yermalovu yol boyu ingilislər müşahidə edirdi. Yermalov Qacarlar sarayında soyuq qarşılandı. Tərəflərin görüşündə İngilis səfiri də iştirak edirdi. Elə ilk danışıqlarda Şah tərəfi Gülüstan müqaviləsinə görə Rusiyanın işğal etdiyi torpaqların qaytarılmasını tələb elədi. Qacarların müharibəyə hazırlaşdığına əmin olan general Yermalov səfərini yarımçıq başa çatdırıb geri qayıtdı. Yəni bu səfər uğursuz oldu. Daha sonra 1826-cı ildə yenidən Şahın yanına nümayəndə heyəti göndərildi. 1826-cı ildə yeni nümayəndə heyəti göndərildi. Bu dəfə Rusiya həm Qarabağ, həm də Lənkəran xanlığının bir hissəsini güzəştə getməyə hazır olduğunu bildirdi. Deməli, bu dəfə Rusiya həm Qarabağın, həm də Lənkəran xanlığının bir hissəsini güzəştə getməyə hazır olduğunu bildirdi. Lakin Rusiyanın bu cəhdi də uğursuz oldu. Yəni Abbas Mirzə hər vəcə yeni müharibəyə başlamaq istəyirdi. Eyni zamanda bilirik ki, 1825-ci ilin sonunda imperiyada, yəni Rusiyada baş verən siyasi gərginlik və dekabristlər üsyanı Çar hökumətini ehtiyatlı davranmağa məcbur edirdi. Elə Abbas Mirzə də dekabristlər üsyanından istifadə eləyib, yəni bilirdi ki, Rusun başı orada qarışıb, ona görə də müharibəyə başlamaq istəyirdi. Və 2-ci Rusiya-Qacar müharibəsi başladı 1826-cı ildə. Abbas Mirzənin ordusunun şimala doğru hərəkəti ilə başlandı. 1826-cı ildə onun planı qəflətən Qarabağa daxil olub Şuşanı ələ keçirmək, sonra Gəncəni tutub Tiflisə hücum etmək idi. Deməli, 1826-cı ildə müharibə başladı. Müharibəni başlatmışdı Qacarlar. 26-cı ilin iyulunda ilk hərbi əməliyyatlar başladı. Abbas Mirzənin əsas məqsədi Tiflisi tutmaq, bütünlüklə Cənubi Qafqazdan Rusu çıxarmaq, Terekdən şimala qovmaq idi. Deməli, Abbas Mirzənin əsas məqsədi Tiflisi tutmaq, Rusları bütünlüklə Cənubi Qafqazdan çıxararaq Terek çayından şimala qovmaq və Rusları bizdən çıxarmaq idi. Qacar qoşulan hərəkət istiqaməti belə hesablanmışdı. Müharibənin başlanğıcında Abbas Mirzə xeyli uğurlar ələ keçirdi. Azərbaycan xanlarının da yaxından iştirakı ilə Şəkidir, Şamaxıdır, Lənkəran və Gəncə əraziləri Ruslardan təmizləndi. Şəki, Şamaxı, Lənkəran, bir də Gəncə əraziləri Ruslardan təmizləndi. Bu ərazilərdə həm də xan hakimiyyəti bərpa olundu. Deməli, Şəki, Şamaxı, Lənkəran, bir də Gəncə Ruslardan təmizləndi. Bu ərazilərdə xan hakimiyyəti bərpa olundu. Onda qeyd eləyək ki, bu dövrdə Qacarın ordusunda həm Gəncəli Cavad xanın oğlu Uğurlu xan, keçmiş Bakı xanı Hüseynqulu xan, bir də keçmiş Şamaxı hakimi Mustafa xan da var idi. Yəni, Cavad xanın oğlu Uğurlu xan, keçmiş Bakı xan Hüseynqulu xan, keçmiş Şamaxı xanı Mustafa xan. Bunlarla birgə qoşununu gücləndirir, müharibəyə başlayır. İlk öncə Şəki, Şamaxı, Lənkəran, Gəncə əraziləri Rusiyadan təmizlənir. Bu ərazidə xan hakimiyyəti bərpa olur. Hərbi əməliyyatlara qoşulan İrəvan xanın Hüseynqulu xanın qardaşı, yəni İrəvan xanı Hüseynqulu xanın qardaşı Həsən xan da Pəmbək və Şörəli azad eləmişdi. Yəni Həsən xan İrəvan xanı deyildi. Hüseynqulu xanın qardaşı Həsən xan da Pəmbək və Şörəli azad elədi. Lakin Abbas Mirzə dağınıq vəziyyətdə olan Rus dəstələrini əzməyə əvəzinə əsas qüvvələri ilə Şuşanı mühasirəyə aldı. Deməli, Abbas Mirzənin bir səhvi idi ki, dağınıq vəziyyətdə olan Rus dəstələrini əzməyə əvəzinə əsas qüvvələrlə Şuşa qalasını mühasirəyə alır. Mühasirə 48 gün davam edir. Bundan yararlanan Rus komandanlığı pərakəndə halda olan Rus qoşunlarını Tiflisə cəmlədi.
buraya yeni qüvvələr göndərdi. Yəni pərakəndə olanlar Tiflisə göndərdi. Bura yeni qüvvələr göndərdi. Və bu nəticədə deyirik ki, Şuşanın mühasirəsi uğursuz oldu. Şuşanın mühasirəsi uğursuz olmuşdu. Deməli, müharibə başladı 1826-cı ildə. Müharibənin gedişində Qacarlarla yanaşı Gəncəli Cavad xanı Uluğurlu xan, Bakı xanı Hüseynqulu xan, yəni keçmiş Bakı xanı, bir də Şamaxılı Mustafa xan başçılıq edirdilər. Bu yürüşlərdə deməli Şəki, Şamaxı, Lənkəran, Gəncədə, xüsusilə Gəncədə Rusları çıxardırlar, xan hakimiyyəti bərpa olur. Rusların işğal etdiyi bütün ərazilərdə, hətta Gürcüstana ilhaq edilmiş Borçalda belə üsyanlar baş verdi. Bu üsyanlar ümumi xarakter daşıyırdı. Yəni ki, əhalinin bütün təbəqələr iştirak edirdi. Uğurlu xan Şəmşədili azad elədi. Lənkəran xanı, Həsən xanın, Hüseynqulu xanın qardaşı Həsən xan da Pəmbək və Şörəyeli azad eləmişdi. Pəmbək, bir də Şörəyeli azad eləmişdi. Daha sonra Abbas Mirzə 48 gün Şuşanı mühasirəyə alır. Burada 48 gün ərzində Rus pərakəndə qüvvələrini Tiflisə göndərir, Şuşaya yeni qüvvələr göndərmişdi. Bu da Abbas Mirzənin bir strateji səhvi idi. Daha sonra növbəti hədəf Şuşa uğursuz oldu. Şuşadan sonra növbəti hədəf oldu Bakı. Yəni əvvəlcə Şuşa, sonra Bakı. Deyirik ki, Rus hərbi komandanlığı Bakıya böyük əhəmiyyət verirdi. Bakı limanı Həşdərxanla daimi əlaqə saxlanılmasında, Rus ordusunun döyüş sursatı və ərzaqla təmin edilməsində mühüm rol oynuyordu. Yəni Bakı limanı ilə Həşdərxanla daimi əlaqə saxlanılırdı. Rus ordusunun döyüş sursatı və ərzaqla təmin edilməsində mühüm rol oynuyordu. Ona görə də Abbas Mirzə Bakını ələ keçirmək, Rus ordusunun təchizatını pozmaq və onu mərkəzdən təcrid etmək istəyirdi. Hüseynqulu xan Bakı qalasını həm qurudan, həm dənizdən mühasirəyə aldı. Həm qurudan, həm dənizdən. Abbas Mirzə onun köməyinə yeni qüvvələr göndərdi. Lakin Hüseynqulu xanın bütün cəhdləri uğursuz oldu. Yəni Hüseynqulu xan Bakını azad eləyə bilmədi. Bakı azad olunmadı, Şuşa da azad oluna bilmədi. Beləliklə deyirik ki, 3 qala şəhər Şuşa, Quba, Bakı istisna olmaqla Azərbaycanın bütün şimal torpaqları işğalçı qoşunlarından təmizləndi. Şuşa, Quba, Bakı istisna olmaqla. Deyirik ki, tezliklə Çar Rusiyası Azərbaycanı yenidən işğal etmək məqsədi ilə əlavə qüvvələr göndərdi. Rus qoşunu Gəncə üzərinə yeridi. Gəncəyə gedən yolun üstündə Şəmkir yaxınlığında qanlı döyüşdə Şah ordusu məğlub oldu. Sonra baş verən Gəncə döyüşü müharibənin müqəddəratını, yəni müharibənin taleyini həll elədi. Məğlubiyyət xəbərini alan Abbas Mirzə Şuşanın mühasirəsindən əl çəkib Arazın sağ sahilinə keçdi. Şah qoşununa Rusların işğal etdiyi Azərbaycan torpaqlarını tərk etdi. Qafqazın baş hakimi vəzifəsinə Yermalovun yerinə general İvan Paskeviç gəldi. Yermalov getdi, İvan Paskeviç gəldi. Deməli, necə dedik? Paskeviç Qafqazdakı Rus qoşunlarının komandanı təyin olmuşdu bu dövrdə. Nəticədə özünü çox gözlətmədi. 1826-cı ildə Şəmkir yaxınlığında döyüşdə, daha sonra Gəncə yaxınlığında baş verən döyüşdə, hər iki döyüşdə Ruslar qalib gəldi. Deməli, 1826-cı ildə Yermalovu göndərirlər, Paskeviçi gətirirlər. Paskeviç əvvəlcə Şəmkir döyüşündə, ardınca Gəncə döyüşündə Rusları məğlub edir. Gəncə döyüşü 2-ci Rus-Qacar müharibəsinin taleyini həll elədi. Deməli, daha sonra deyirik ki, necə dedik? Dedik ki, daha sonra bu məğlubiyyətlər Qacarların Qafqazdakı nüfuzuna ağır zərbə vurdu və müharibənin taleyini həll elədi. 1827-ci ilin yayında Rus qoşunları əvvəlcə Naxçıvanı müqavimətsiz tutdu. Naxçıvan müqavimətsiz tutuldu. Həmin ilin iyulunda baş verən Cavanbulaq, sentyabrın 20-sində isə Sərdarabad döyüşlərindəki qələbələr İrəvan xanlığının taleyini demək olar ki, həll elədi. Deməli, 1827-ci ildə Naxçıvan müqavimətsiz ələ keçirildi. İrəvan xanlığı isə mühasirəyə alındı. Naxçıvan döyüşü ələ keçirdilər. Abbasabad qalasına yaxınlaşdılar. Şah hakimiyyətinin Naxçıvan xanlığında dayağı olan bu qalanı
böyük strateji əhəmiyyəti var idi. Yəni, Abbasabad qalası Araz çayı üzərində keçidi təmin edirdi. Deməli, qala Araz çayı üzərində keçidi təmin edirdi. Abbas Mirzə Abbasabad qalasını ruslara verməmək üçün qala üzərində hərəkət etsə də, 27-ci ilin iyulunda Cavanbulaq döyüşündə Abbas Mirzə məğlub olur, Abbasabad qalasının taleyi həll olunur. Avqustda ruslar Abbasabad qalasını işğal edir və İrəvana yaxınlaşır. Bayaqda dediyimiz kimi, Abbasabad qalası Araz çayı üzərində keçidi təmin edirdi. Sentyabr ayının 20-sində isə Sərdarabad döyüşündəki qələbələr İrəvan xanlığının taleyini demək olar ki, həll elədi. Deməli, sentyabr ayının 20-sində Sərdarabad döyüşü, Sərdarabad qalası da xeyli taxıl və ərzaq ehtiyatın toplandığı bir qalaydı. Lakin bu döyüşdə də Qacarlar məğlub olur, İrəvan xanlığının taleyi həll olur, Rus qoşunları sentyabrda Sərdarabad qalasını, oktyabrın 1-də isə İrəvan qalasını ələ keçirdilər. Və nəhayət ki, 1804-cü ildə Rusların ələ keçirməyə çalışdığı İrəvan qalası, İrəvan xanlığı Ruslar tərəfindən işğal olunur. Bu dövrdə Həsən xanın şiddətli müqavimətinə baxmayaraq, şəhər Ruslar tərəfindən tutuldu və hərbi əməliyyatlar Azərbaycanın cənubuna keçdi. İndi İrəvan qalasının işğalından sonraki məsələlərə baxaq. Dedi ki, İrəvan qalasını, o dövrdə İrəvan xanı Hüseynqulu xan, qardaşı Aslanlar başı titulunu daşıyan Həsən xan və onun nəvəsi Fətəli xan Qacar İrəvan qalası müdafiə edir. Deməli, İrəvanın xanı Hüseynqulu xan, qardaşı Aslanlar başı titulunu daşıyan Həsən xan və onun nəvəsi Fətəli xan Qacar 1827-ci ildə Rusiya işğalçılarına qarşı İrəvanı və Sərdarabad qalasını 4 dəfə qəhrəmancasına müdafiə elədilər. Hətta Çar generalı Benkendorfun Sərdarabad qalasını təslim etmək tələbini rədd edən Həsən xanın nəvəsi Fətəli xan Qacar işğalçılara sərt və birmənalı cavab vermişdi. Qalanı təslim etməkdənsə, onun dağıntıları altında ölməyim yaxşıdır. Deməli, 2-ci Rusiya-Qacar müharibəsində İrəvan qalasını müdafiə eləyirdi. İrəvan xanı Hüseynqulu xan, qardaşı Aslanlar başı titulunu daşıyan Həsən xan və onun nəvəsi Fətəli xan Qacar. Hətta Benkendorfun Sərdarabadı və İrəvanı təslim etmək tələbinə Həsən xanın nəvəsi Fətəli xan demişdi ki, qalanı təslim etməkdənsə onun dağıntıları altında ölməyim yaxşıdır. Və 27-ci il oktyabr ayının 1-də Ruslar yenidən ermənilərin xəyanəti ilə İrəvan qalasını tutdu. Alınmaz qala adlandırılan, yəni İrəvan alınmaz qala adlandırılırdı. Alınmaz qala adlandırılan və 23 il Rus qoşunlarının hücumlarını dəf edən İrəvan qalasının işğalı ilə Azərbaycanın şimalının Rusiya tərəfindən işğalı başa çatdırıldı. İrəvan qalasının alınmasındakı xidmətlərinə görə Paskeviçi pul mükafatı, qraf titulu, Erivanski titulu ilə təltif edildi. Yəni Paskeviçə həm pul mükafatı, qraf titulu, Erivanski titulu verildi. Nədir ki, İrəvanı işğal edib. Həmçinin İrəvan qalasının alınması münasibəti ilə Rusiyanın paytaxtı Sankt-Peterburqda bayram edildi, rəsmi keçid düzənləndi, medallar təsis olundu. Həm medallar təsis olunur, rəsmi keçid düzənlənir. Bir də bayram edilmişdi ki, İrəvan xanlığı nəhayət ki, işğal olunub. Ardınca keçdilər Azərbaycanın cənubuna. 27-ci ildə Xoy, Maku, Mərənd və Təbriz işğal olundu. 27-ci ildə Maku, Xoy, Mərənd və Təbriz işğal olundu. Təbriz işğal olunduqdan sonra Rus zabitlərinin başçılığı ilə burada müvəqqəti idarə yaradıldı. Deməli, Təbriz işğal edildi. Təbrizin işğalının ardınca burada müvəqqəti idarə yaradıldı. 27-ci ilin payızında Maku, Xoy, Mərənd, ardınca Təbriz. Təbriz işğal olunur, Rusların başçılığı ilə burada müvəqqəti idarə yaradılır. Qacar şahı Rus qoşunlarının ölkənin içərilərinə doğru irəliləməsini qorxduğu üçün sülh danışıqlarına başlayır. Lakin böyük miqdarda Rusiyanın təzminat tələb etməsilə danışıqlar uzanır və bundan da istifadə edən Paskeviç bu dəfə də Urmiya və Ərdəbili işğal edir. Yəni danışıqlar uzanır deyə Paskeviç də bu dəfə həm Urmiyanı, həm Ərdəbili işğal edir.
Ruslar hətta deyir ki, bu dövrdə Ərdəbili işğal etdikdən sonra burada Şah İsmailin dövründə yaradılmış Şeyx Səfi məqbərəsinin kitabxanasındakı qiymətli əlyazmaları qarət edirlər. Tiflisə, oradan da Peterburqa İmperator kitabxanasına aparılır. Osmanlı ilə müharibə təhlükəsi Rusiyanın Qacarlarla müqavilə bağlamasını sürətləndirdi. Yəni, yenidən bir də Osmanlı ilə müharibə təhlükəsi var idi deyə Rusiya Qacarlarla müqaviləni tezləşdirdi. Və nəhayət ki, müqavilə imzalandı. Deməli, 1827-ci ildə Makoxoy Mərənd, 27-ci Təbriz işğal olundu. Təbriz işğal olundu, müvəqqəti idarə yaradıldı. Ardınca Rusiya böyük miqdarda təzminat tələb eləyirdi deyə danışıqlar uzandı. Bundan istifadə edən Paskeviç Urmiya və Ərdəbili işğal elədi. Daha sonra yenidən danışıqlara başlandı. Ruslar Qacar şahından Azərbaycanın cənub ərazilərində Rusiyaya verilməsini tələb edirdi. Lakin Osmanlı dövləti ilə müharibə təhlükəsi Rusiyanı Qacarlarla müqavilə bağlamağa məcbur elədi və 1828-ci il fevral ayının 10-da sülh müqaviləsi imzalandı. Türkmənçay müqaviləsi adı ilə tarixə düşən bu müqaviləyə görə Naxçıvan və İrəvan xanlıqları Rusiya tərəfindən ilhaq edildi. Azərbaycanın cənub əraziləri isə Qacarlar dövlətinin tərkibində qaldı. Beləliklə, Azərbaycan torpaqları iki hissəyə, Şimali və Cənubi Azərbaycana bölündü. Deməli, 1828-ci il fevral ayının 10-da Təbriz yaxınlığında Türkmənçay kəndində sülh müqaviləsi imzalandı. 16 maddədən ibarət olan bu sülhə görə Qacarlar dövləti ilə Rusiya arasındakı sərhədlər yeniləndi. Qacarlar dövləti ilə Rusiya arasında sərhədlər yeniləndi. Şah hökuməti Naxçıvan və İrəvan xanlıqlarının da Rusiya ilhaqını tanıdı və 20 milyon rubl məbləğində təzminat ödəmək öz öhdəsinə götürdü. Eyni zamanda deyək ki, Türkmənçay müqaviləsini imzalayanlar Qacarlardan nümayəndə heyətinin başçısı Abbas Mirzə idi. Rusiyadan isə Paskeviç idi. Bildiyi kimi Paskeviç həyata keçirdi İrəvanın işğalını. Deməli, Qacarlardan Abbas Mirzə, Rusiyadan isə Paskeviç idi. Deməli, Türkmənçay müqaviləsi 28-ci ilin fevral ayının 10-da 16 maddədən ibarət idi. 1828 fevral ayının 10-da Təbriz yaxınlığında Türkmənçay kəndində 16 maddədən ibarət bir müqavilə imzalandı. Qacarlar dövləti Cənubi Qafqaza və Şimali Azərbaycan olan iddialarını bir dəfəlik əl çəkdi. Azərbaycanın cənubu Qacarların, şimali isə Rusların əlində qaldı. Yəni, Naxçıvan İrəvan xanlığı Rusiya tərəfindən işğal edildi. Qacarlar Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu qəbul elədi. Yenə də Xəzər dənizində hərbi donanma saxlamaq hüququ Rusiyaya aid oldu. Deməli, Xəzərdə hərbi donanma saxlamaq hüququ Rusiyaya qaldı. Bundan başqa Rusiyaya məxsus oldu bu donanma saxlamaq hüququ. Bundan başqa Türkmənçay sülhündə qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi, yeni ticarət konsulluqlarının açılması gömrük məsələlərdə öz əksini tapırdı. Deməli, Azərbaycan iki hissəyə bölündü. İşğalımızın ikinci mərhələsi başa çatdı. İrəvan, Naxçıvan, Ruslarda, Azərbaycanın cənubu Qacarlarda qaldı. Xəzər dənizi Rusiyanın daxili dənizi oldu. Xəzərdə hərbi donanma saxlamaq hüququ Rusiyaya verildi və dedi ki, ticarət əlaqələrinin genişləndirilməsi, yeni ticarət konsulluqlarının açılması, gömrük məsələləri bu müqavilədə öz əksini tapmışdı. Sülhün ən ağırlı məqamlarından biri isə 15-ci maddəsi idi ki, bu maddədə Qacarların daxili əyalətlərində yaşayan əhalinin Rusiyaya, yəni Azərbaycanın şimalına sərbəst köçməsinə şərait yaratdığı əks olundu. Bu maddəyə uyğun olaraq Rusiya Qacar müharibələrinin gedişində xəyanət yolunu tutmuş ermənilərin kütləvi surətdə Cənubi Qafqaza və əsasən Azərbaycan torpaqlarına köçürməsinə başladı. Deməli, 15-ci maddəsinə əsasən Azərbaycana Qacarlardan ermənilər köçürülməli idi. Eyni zamanda 20 milyon rubl Qacara təzminat ödəməli idi. Və bu məbləğin çox hissəsi ödənilənə qədər Cənubi Azərbaycan Rusiyanın işğalı altında qalmalı idi. Qacarlar dövləti Rusiya Qacarların istənilən şəhərində diplomatik nümayəndəlik,
yeni ticarət konsulluğu açmaq və qarşılıqlı ticarət etmək və ticarət əlaqələrini genişləndirmək hüququnu aldı. Və bununla da Azərbaycanın işğalının ikinci mərhələsi başa çatdı. Türkmənçay müqaviləsindən sonra 1828-ci il mart ayının 1-də Naxçıvan və İrəvan xanlıqları ləğv olundu və ərazisində qondarma erməni vilayəti yaradıldı. Daha sonra isə 1828-29-cu illərdə Rusiya ilə Osmanlı arasında müharibə baş verdi və bu müharibədən sonra 29-cu ildə Ədirnə müqaviləsi imzalandı. Ədirnə müqaviləsinə əsasən isə Osmanlıdan Azərbaycana 90 min erməni köçürülməli idi. Deməli, Türkmənçay müqaviləsinə əsasən İrandan Azərbaycana köçürülürdü. Ədirnə müqaviləsinə əsasən isə Osmanlıdan Azərbaycana 90 min erməni köçürülməli idi. Ədirnə müqaviləsinə əsasən Osmanlı dövləti təzminat ödəməli idi. Moldova, Valaxiya, Serbiyaya muxtariyyət verilməli idi. Osmanlı Rusiyanın Cənubi Qafqazdakı işğalını tanıdı. Yunanistana müstəqillik verdi Osmanlı. Axalsıq paşalığının bir hissəsi Rusiyaya verildi və Osmanlı bütün Cənubi Qafqazın işğalının, yəni Rusiya tərəfindən işğalını rəsmən tanıdı. Osmanlı Cənubi Qafqazın bir hissəsinin işğalını tanımışdı. Buxarest müqaviləsi 1812. Amma bütün Cənubi Qafqazın işğalını rəsmən tanıdı 1829 Ədirnə müqaviləsi. Bir də bayaq dediyimiz kimi 90 min erməni əhalisi də Osmanlıdan Azərbaycanın şimal torpaqlarına köçürülməli idi.